Salam, dadlı duzlu eğlenceli bir okey oyununa hoş geldiniz. Bugün okey oyunu oynayıram. Yükləmişəm okey oyununu emülatördən. Online şəkildə oynayaq görək necə bir maraqlı oyun gedir, gedişat. Qəşəng, neçə gündür bunu yükləməyə çalışırdım. Axır ki yüklədim. Gizem, Response, Ehat, Rekan. Görsən Türk tamnosu deyirlər buna. Türklər də hamısı da. Qəşəng daş verən gizemdir. Biz burada sıralama dilim çaşma. Demək bizə bu 13 gəlişə görə gəlişə. Gizem ver görək nə versən. Bu oyunun heç səsi yoxdur. Və uşaqlara mərhaba deyək. 4 qırmızı bizə lazımdır. 3 göy o qəşəng. Bunu verək. Gəl bura. Xollum mənim. 11 qara gəlsə xoşbəxtçilikdir. 10 sarıdan 2 ədəddir. 2 ədəd olması heç bir zərəri yoxdur. Bu bir nəfər getdi. Ona kimi biz daşların səsi açıq olsun. Okey gəldi. Saxta okey bu. O yerdə o mərkəzdən 11 göyün əvəz eləyən 11 göy dedim 11. Qardaş mən bilirəm də bu 10 sarı verəcəksin. 10 sarı verəcəksin. Burada 2 dənə 3 4 hamısı eşək variantdır. Ola bilsin 7 sarı verdim. 7 sarı verməyə də bilərəm. 8 sarı gəlsə, 9 qara da gəlsə qəşəng olar. Görə hələ nə gəlir. Gedişə görə uyğunlaşdıraq. O 7 göy. 7 qırmızıyı gətireyim. 12 qırmızını verim getsin. Rədd eləyək. İndi biz 2 dənə daş gözləyirik. 2 dənə daş gözləyirik. Niyə? Bunu bura qoysaq, bizim 2 dənə artığımız var. Bu okeydir. Bunu istədiyimiz yerə qoya bilirik. Bu yaxşı xəbərdir. Ay Gizem tez oyna, ay Gizem. Bir balacandan sazlıq hiss edirəm özümdə. Ay yenə 13 sarını mən vermişdim, sən götürüb onu. Hə, evet. Uşaqlar girə oynaya bilərsiniz, mənlə də oynaya bilərsiniz. Dostluq ataraq bir yerdə cəm şəkildə oynayarıq, maraqlı oyundur. Okeydə bilməyən varsa YouTube'dan gəlib baxıb yerə bilər. Bax bu yaxşı gəldi. Bax indi vəziyyət dəyişdi. Mən 11 qara lazımdı, düzdür. 11 qaranın yerinə bunu qoydum. Bir daş gözlədim. Bu gedişat taktikanı dəyişir. Amma mən bunu belə eləməsəydim daha çox daş gözləyəcəkdim. Ona görə 4 qara yenə gəldi, 1 sarı. Bax indi bizə qara 9 gəlsə bura qoyuram. Bu üstü bağlı olan daş 11 qaranı eləyir. Okey, 11 göy. Yəni Joker daşdır da o. 7 o Gizem qoyda çıxdır. Ay Gizem gözlə. Gəl bir də oynayaq. Gəl. Mən razı. Sən razı. Razı ol. Olmadı razı. Başqa bir oyuncular gəlir. Daşlar qoyulur ortaya mərkəzə. Və okey başlayır 4 göyümüzdən. Daş verən bizim rəqibimizdir. 2 dənə 6 qırmızı var. 6 qırmızı mənə lazımlı ola biləcək daşdır. 1 qırmızını rədd eləyirəm. Görək 10 qırmızı verdi. 10 qırmızını qəbul edirəm. 10 qırmızını bir daha versə götürərəm. Nəyə görə? Burada 2 dənə 10'luğum var. Biri qara, biri göy rəngdədir. İndi ortada 3 göydür. 3 göydən sonra nə gəlir? Əlbəttə 4 göy. Bunu bilmək çox asandır. Deməli, okeyimiz 4 göydür. Bu 5 gəldi. Bu 5 gəldiyi üçün altılıqları yığmayacağam. Verək altılıqları geçsin. Yığa da bilərik, yığmaya da bilərik. Yığmamız nə gətirir? Yığma. Ola bilsin 2'ləri verim. 2'lərin gəlmə ehtimalları çox azdır. Yer izləyirəm 2 qırmızı çıxdı burada. 2 qırmızı bəyaqdan çıxa da bilər. Bəyaqdana görə 2'lik gözləməyə dəyməz. Bu 12 götürsəm daha yaxşı olar. Və 2 göy qalsın, 2 sarını verək. 2 göy niyə qalsın? Cəhənnəmə qalsın. Nə bilim, saxladım. Gəl bu 10'luq bura gəl. 10 dənə 10'luq gələsə deyil ki. Gəl bax bunu qoyuram bura 7 qırmızı gəlsə 7 6 7 8 9 10 belə qoyuram. Bu 10'u keçirdirəm yuxarı, bir daş gözləyirəm. Yox 2 daş gözləyirəm. 7 qırmızı gəlsə bir daş gözləyirəm. İndi yer izləmək lazımdır. Kim nə verir, nə götürür, yerdən çıxan daşlara diqqət eləmək bizim planlarımızın gedişatına təsir edə bilər. Bunu niyə götürdüm? Nə bilim götürdüm də. 11 qara gəlsə 5 qara verərəm. Təsir göstərə bilərmi? Nə versin dostum? 11 qara sənin cəzanı versin Allah. Bir daş gözləyirəm, indi 11 daş gözləyirəm. İndi 2 daş gözləyirik. 2 daş gözləyirik. 3 7'kanı verdi dostum mənə. Bu qalsın. Niyə qalsın ki? Qalmasın, rədd eləyəcəksin. 8 qara, 8 qaranı istəmirəm, 10 sarı. Bu 10 sarı bir işarədir. 10 sarını vermirəm, 6 qırmızını verirəm. 2 daş gözləyirəm. Baxır variantın gedişatına, ay sən. Yenə uduzduq. Eyb yox. Bu ikinci oyunumuzda keçdik oyunumuza. Son 100 rupim. Rubeldə nədir, yadın nə deyirsən de. Suat, devamlı xanım.
Bu qırmızı. Bu da belə. İlhanur xanım daş veriyor. 3 qırmızı bir mənə lazımdır. Bir də söz gedir bunlar. Mənim səsimi eşitər daş verməz. Nə bilməyik. Mən də laf öldürdüm burada 9 göründü yazsam mükəmməl olar. Okeyimiz qırmızı birdir. 13-dən sonra 14-cü daş yoxdur. 13-dən sonra 1 gəlir. Təzədən sıralayır. 1 gəlir, 1 qırmızıdır okey. Yəni xüsusi daş. Jokerimiz 1 qırmızıdır. Elnur yaman gec oynayırsan sənə əsəbsiz maniki göndərirəm. Tez oyna. Sən bot daşdın. Sən bot daşdın Elnura xanım. Bax bu gözəl xəbərdir. Sən bot olmağın mənə sevindirəcək. Çünki sənin botun mənə götürüb daşları avtomatik atır. Ay səni, ay səni. 7K-nı verdi. 7K yəni 13 qırmızı yerdədir. Bu da bir dənə 13 qırmızı qalır. Bunun ikincisi yox. İkincisini də verdim mənə. Amma mənə lazım deyil. Mən onu götürüb nə edə bilərəm? 13 sarı verdi. Ancaq üstümə indi variantın daha da. 7 sarı mənə lazım deyil. 7 sarını rədd elə geçsin. 5 qaranı çək bura. Bu oyunu udussam elə bilin ki pulum bitir. Mən bir daha bu oyunu oynaya bilməyəcəm. 11 göy mənə verirsən. Ola verməm mən sənə. Yox. Oradan alıp bura vermə yoxdur da. Oradan alıp bura vermə birbaşa yoxdur. Qadağadır. Bax bu yaxşı daşdır, ara daşdır. 2 dənə daş gözləyirik. Bir sarını götürərəm. Yəni bunlar gəlsə qaqa. Onu istəmirəm. Lazımdır amma istəmirəm. Mən əsas o. Bax bu da 3 dənə daşım var. Əslində bax belə eləyə bilərəm bax. Sonra bir göy. Ubba partlayış vaxt bunu deyiləm. İlk dəfə də bitirirəm oyunu və bunu sizə göstərəm. Bir dənə qoy, bir dənə sevincli bir şey atam və bunu bitirim. Ha, belə, oyun belə bitir. Oyun belə bitir. Elnur'un çıxışın sayəsində. Win mənimdir. 300 puan gəldi. 300 puan son puanım idi. Yox idi artıq. Və oyunu qazandıq. Təbrikləriniz üçün təşəkkür edirəm. Sağ olun, gəlin videoda görüşürüz. Hələlik, gidin çayını içək. Hələlik.